Gəncədə kanalizasiya quyusunda aparılan təmir zamanı partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli yanıq və əzik xəsarətləri alıb. Hadisə günorta saat 3 radələrində şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Evin qarşısında yerləşən kurslar üsulla qazılmış kanalizasiya quyusunda bərpa işləri aparan ustalar qəfil baş verən partlayış nəticəsində xəsarət alıb. Hadisə kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman baş verib. Qaynaq qığılcımları quyuya düşüb və orada yığılan qaz partlayışa səbəb olub. Ağır xəsarətlər alan ustalardan biri özəl tibb müəssisəsinə, 42 yaşlı Anar Zamanov və 37 yaşlı Mahir Bağırov isə Abbas Səhət adına xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər kişi Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif yanıq xəsarətləri alan pasientlərə zəruri tibbi xidmətlər göstərilib, hazırda onların müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir. Partlayış baş verən əraziyə əlaqədar dövlət qurumunun əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır. Rasim Əziz, Fərruh Qafarov, Şəbnəm Qurbansoy, Xəzər xəbər.